Mişleni olmadı, məni çağırmayın. Xahiş edirəm. Azərbaycanda tay yeməyi o qədər populyar deyil, amma yenə də göstərimlə yeyirəm. Bəlkə yolunuz düşər və dadına baxmağı istəyirsiniz. Mən həftədə bir dəfə tay yeməyi yeyirəm. Tayland yeməyi, Tayland mətbəxi çox sevirəm. Bax bu pad thaidır. Bunu yeməyə gəlirəm hər həftə bir dəfə. Görün necə bəzəyiblər və bir neçə dənə salat var. Çox gözəldir. Məsləhət eləyirəm. Çinlilər də çox sevir bu tay yeməyini. Üstünə limon sıxırıq belə. Burada şey var. Burada yer fıstığı var, bir də ispiyot var. Onu qarışdırmaq lazımdır. Mən qarışdıracağam, amma sizə göstərim ki, bu nə olan bir şeydir. Bu tofudur. Bu da verməşildir. Çox dadlıdır. Bu da desert. Tay sayağı, bilinçik, bananlı. Mən burada mango sticky rice da yeyirəm, amma bugün dedim biraz dəyişim və bu da super oldu, məsləhət. Bu Çinlilər o qədər zakaz elib, o qədər yeyirlər ki, biz 2 dənə yəni sifariş eləndə 2 dənə blюдо doyuruq. Bunlar nə qədər yeyir qardaş? Maraqlısı odur ki, kökəlmirlər. Niyə görə belə baş verir bilmirəm. Restoranın adı Thai Alley idi. Erşadao'da yerləşir. Burada bir ada var Guangzhou'da. Adresini mən şərhdə buraxacağam. 2 pad thai, 1 salat, 1 kola, bir dənə desert. 250 yuan.